Time management vaxtı elə idarə etməkdir ki, produktivlik artsın, stres azalsın və paralel olaraq məqsədlərə çatasan. Bugün sizə iki texnika haqqında danışacağım. Birinci, time management üçün ən böyük baryer prokrastinasiyadır, yəni işi sonraya saxlamaq. Prokrastinasiya tənbəllik deyil, disiplin az olanda və məsuliyyətdən yayınanda meydana gəlir. Məsələn, o qədər işim var ki, mən bunları heç vaxt çatdırmayacağam düşünmək yerinə, işi hissələrə bölüb elə etsəm daha progressiv olar deyə düşünmək. Bu zaman köməyinizə Pomodoro texnikası çatacaq. Belə ki, 25 dəqiqəlik fokusunuzu işə verin, sonra isə 5 dəqiqəlik fasilə edin. İkinci, rutin və time bloklar yaratmaq, buna Parkinson qanunu deyilir. Əgər siz bir task üçün lazımından artıq vaxt ayırsanız, yerdə qalan vaxtı israf etmiş olacaqsınız. Bunun üçün qarşınıza qoyulan tasklara vaxt intervalı qoyun. Buna time boxing deyirlər. Məsələn, bugün filan taska vaxt ayıracam yerinə, saat 11-dən 12-yə bu taska vaxt ayıracam deyin.